Hər birinizi salamlayıram. Hər birinizə cənnət mələyi olan qəhrəman şəhidimi Mövluduna xoş gəlmisiniz deyirəm. Allah hər birinizin evinə xeyir işlər qismət eləsin. Bugün Məhərrəmli ayının 2-ci günüdür. Bugün Kərbala şəhidləri, bütün Azərbaycan şəhidləri, bütün Türk dünyasının şəhidləri yad olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mövludun mübarək olsun, qəhrəman raqibim. Sən məni bugünkü gün sevindirmişdin. Amma 5 ildir ki, Mövludunu bu qaradaşların üzərində qeyd edirəm. Qəhrəman balam, bugün qəhrəmanlığından tanışdım. Bugün səninlə oxuyan, səninlə işləyən çiyin-çiyinə dostlarım buradaydı. Hər birinə təşəkkür edirəm. Raqib tək 2020 ildən yox, Raqib 2017-ci ildən öz arzusu ilə xətərdə düşmənlə üz-üzə hər gün, hər saniyə, hər dəqiqə olub. O tək 2020-də yox, o 2015-ci ildən düşmənlə üz-üzə vətənini, torpağını qoruyub. O hərbi formanı o əyninə 5 yaşında olanda geymişdi. Amma çox təəssüf ki, axıra qədər geyə bilmədi. Amma şərəfi ilə, namusu ilə, qeyrəti ilə bütün şəhidlərim Azərbaycanımızı qorudu. Azərbaycanımızın başını uca etdi. Səninlə qürur duyuram, səninlə fəxr eləyirəm, qəhrəman raqibim, baş tacım mənim. Ana, səni Şuşada qarşılayacaq. Amma Şuşanı görmək sənə nəsib olmadı. Amma sənin qəhrəman dostların Şuşanı da azad etdi. Bütün Qarabağı azad etdi. Sənin kimin övladım olduğu üçün böyüklərdən üzr istəyirəm. Övladım, qürur duyuram, fəxr edirəm. Yaxşı ki, sənin anadan, yaxşı ki, Raqib Hüseynovun anasıyam. Bugün Raqibimin 32 yaş tamam olur. Cənnətdə dəyişməyən yaşı, 27 yaşında o qəhrəman kimi, o kişi kimi şəhid oldu. İlk müdafiə xəttini yaran, ilk düşmənin üzərinə gedən və ya şəhid atamız düz vurğuladı. Bəli, Füzulisi, Talışı, su qovuşanı ilk onlar yarılmasaydı Şuşaya gedilməzdi. Bax, mənə bir mesajım var idi. 26-sı gecə 21:10-da. Ana, şərəfsiz ölümdəndirsə şərəfli ölüm yaxşıdır. Əgər mən şəhid olaramsa, heç kimin qarşısında əyilmə, başını hər zaman diş tut. Gözəl qəhrəman oğlum, hər zaman başın uca diş gəzəcəm. Sənin qarşına da əsl şəhid anası kimi gələcəyəm. Mövludun mübarək, qəhrəmanım. Allah bütün şəhidlərimin ruhunu şad eləsin. Bütün Azərbaycan şəhidlərinin qarşısında bir şəhid anası olaraq, bir qəhrəman raqibin anası olaraq baş əyirəm. Ruhunuz şad, məqamınız ucu olsun, mənim qəhrəman balalarım. Siz bizim başımızı ucu etdiniz. Allahın yanında hər zaman başınız ucu olsun. Ruhunuz şad olsun. Mənim əziz analarım, atalarım, şəhid ailələri, Allah hər birinizdən razı olsun. Səninlə fəxr eləyirəm, raqibim.